Bugün Öteka Sınav 2'nin 9. sınıf suallarından qrammatikaya baxacaq. 13-cü sual. Choose the correct pronouns. Düzgün əvəzliyi seçək. Do you like my new glasses? Yes, I love glasses. Burada cəmdədir. Və biz ona uyğun düzgün əvəzliyi seçəcəyik. Because look very nice. Yes, I love. A variantına baxaq. Yes, I love them. Özündən sonra isim tələb etmir, düzgündür. Because they look very nice. Burada da they olacaq. Yəni düzgün cavabımız A variantıdır. Daha sonra 14-cü suala baxaq. On dördüncü sualda bizdən düzgün cümlələri seçməyimizi istəyirlər. All of the flour were used for baking sweets. Flour burada sayılmayan olduğuna görə were işlənib səhvdir, bir səhvdir. A good pair of scissors is not easy to find. Bu düzgün cümlədir. Biz bilirik ki, of əgər söz birləşməsi varsa, ofdan əvvəlki sözə baxacaq və ofdan əvvəlki sözümüzdə tək olduğuna görə is işlənib və bu da düzgündür. A lot of food choices were given on the menu və bu da düzgündür. Basket of orange was in the kitchen. Bu səhvdir və cavabımız D variantı olaraq 2-3-dür. Daha sonra bizdən yenə düzgün əvəzliyi seçməyimizi istəyir. Mike and Wilson's project was much better than my college's. Mike and Wilson project. Burada Mike və Wilson adları olsa da əsas bizim mübtədamız projectdir. Yəni projectdə cansız olduğuna görə biz onu Z ilə əvəz edə bilmərik. B və D variantlarımız getdi. It olanlar A, C, Y-lərə qaldı. Lakin daha sonra ikinci hissəyə də baxmalıyıq. My colleges. My colleges. A variantında her görürük. Her ola bilməz. Çünki herdən sonra mütləq isim tələb edir. Daha sonra ours var. Orada ours. My colleges təkdir. Ours isə cəmdədir və bu da yanlışdır. Həm mənaca uyğun gəlmir. C variantında isə his burada uyğundur. Özündən sonra yəni özündən sonra isim tələb etmir və ona görə də it, his. Yəni C variantı olacaq. Daha sonra 16-ya baxaq. 16-da düzgün yenidən cümləni seçməyini istəyir. Hamı is one of those people who like to read comic books. Bəli, bu cümlə düzgündür. The number of volunteers grew each year. Burada səhvlik var. The neighbors on my street demand police protection. Bu düzgündür. Each of the members have contributed to the company. Bu cümlədə yanlışdır. Və beləliklə düzgün variantımız B variantı 1-3 olacaq. Daha sonra 17'ye baxaq. 17'də də düzgün əvəzliyi seçməyini istəyirlər. I think nöqtələr of the girls has poor grades. I think each of the girls has poor grades. Each. Daha sonra both ola bilməz. Neither of olacaq və either of olacaq. 1, 3, 4. A variantı. Daha sonra 18'e baxaq. 18'də düzgün cümləni seçməliyik. The police are looking for criminals. Bu düzgündür. Each of the participants respond immediately. Bu cümlə yanlışdır. The people who listen to that music is few. Bu cümlə də yanlışdır. The woman with all her dogs walks down my street. 1-4 Y variantı olacaq. Daha sonra 14'e baxaq. 14'də düzgün variantı tapacaq. Angela's cat had food last week but almost better now. Angela's cat had its olacaq. It is yox, its olacaq. It izləri atırıq. A, B, Y variantları gedir. C və D variantları qalır. İkinci hissəyə baxaq. But it almost better now. It burada cat əvəz eləyir. But it is
almost better now. It is. D variantı olacak. Daha sonra 20-ci suala baxaq. 20 volunteers at a place of accident. Və burada bizim cavabımız olacaq they were. They were ona görə olacaq ki 20 volunteers deyir. They is ola bilməz, they was da ola bilməz, they will da ola bilməz, they has been da ola bilməz və buna görə də avtomatik olaraq cavabımız A variantı qalır. Daha sonra düzgün əvəzi seçməliyik. What is sold in clothes shop? Clothes shop təkdədir. Ona görə A, C, Y variantları gedir. This, those, this gedir. Və qalır B və D variantlarımız. İndi ikinci hissəyə baxaq. You can buy what you want. Nə istəyirsənsə ala bilərsən. Yəni burada da mənaca uyğun olacaq everything. Yəni hər şey. Cavabımız B variantı that everything. 22 düzgün variantı bizdən seçməyimizi istəyirlər. Sugar and flour is needed for the recipe. Biz bilirik ki, sayılmayan isimlər belə işlənsə 2 dənədən artıq onun xəbəri cəmdə olmalıdır. The man at the office gives blood every month. Bu səhvdir. Most students face this difficulties. Bu da səhvdir. Jack's first day in the infantry were trying. Bəli, düzgün cümləmiz D variantı olacaq. Daha sonra 23-ə baxaq. 23-də düzgün əvəzi seçməliyik. A friend of had forgotten her jacket, so I gave her. Və burada baxaq. A friend of yours had forgotten her jacket, so I gave her mine. Biz birinci hissəyə baxdıqda them da uyğundur. Yours C variantı da, Y variantı da. B və D-ni avtomatik olaraq atırıq. Lakin ikinci hissəyə her-dən sonraya baxdıqda, her-dən sonra Z şəxs əvəzi gələ bilmədiyinə görə A və Y variantları gedir. Beləliklə C variantı qalır. Yəni düzgün cavabımız C variantıdır. Daha sonra 24. 24-də academics investigation had a great impact on geology, didn't? Bu disjunctive sualdır. Yəni ayrıca sualdır. Birinci hissədə cəmdə olduğuna görə C və D variantlarını atırıq. A, B, Y qalır və ikinci hissəyə baxırıq. Və görürük ki, academics investigation burada əslində Z olmamalıdır. Didn't it? Yəni A variantı olacaq. Daha sonra 25. 25'də də düzgün variant istəyir yenidən. Paper was used by the secretary. Və burada bizdə 100 piece of yox, a lot of paper olacaq. Daha sonra each paper və some paper. Yəni variantımız 2, 3, 5 olacaq. Digər videomuzda 9-cu sinif OTK 3 sınavının cavabları ilə bir yerdə izah olunacaq.